Evet, değerli Tural Bey hoş geldiniz. Hoş bulduk Mahmut Bey. Evet, Tural Bey de Talişler'in e, bakanlarından birisidir. Zaten o konuda bazı açıklamaları da vardır. Şimdi bu yayınımızda komplocu Türkiye'nin Taliş önderi Kemal İsayev'i Azerbaycan'a kaçırdığını ifade edeceğiz. Çünkü Türkiye bu komplo konularından uzmandır. Taliş önderi Kemal Bey tedavi için Türkiye'ye gidiyor, oradan uçağa biniyor. Daha sonradan aynı şekilde özel uçakla Azerbaycan'a veriliyor. Bu konuda siz ne düşünüyorsunuz? Burada insanlarımızın doğru bilgi edinmesi için senin gibi bir bakan arkadaşa söz hakkı var. Bu olay nasıl gelişti anlatır mısınız? Axşamınız xeyir olsun. Mən bizim izləyicilərimizi, Zaza xalqının nümayəndələrini, talışları və digər izləyicilərimizi salamlayıram buradan. Sözün açığı girişdə də sizin bildirdiyiniz kimi komplo teoriyaları ilə bağlı nə demək olar? Bundan əvvəl kimlərəsə qarşı belə bir komplo teoriyaları olub və ya olmayıb, bununla bağlı əlimizdə hər hansı bir sübut yoxdur. Ona görə də biz bu mənada qarşı tərəfi günahlandıra bilmərik. Ancaq öz keysimizdən danışanda məhz Kəmal İsayevlə bağlı demək ayın 7-sində Türkiyədə Sabiha Gökçen İstanbul'da hava limanından ölkədən geri öz vətəninə qayıdarkən, yəni Rusiyaya vətəndaşı olduğu Rusiya dövlətinə qayıdarkən saxlanılıb. Saxlanıldıqdan sonra ailəsi ilə və dostları ilə, yaxınları ilə əlaqəsi itib, heç bir əlaqə olmayıb. Ayın 12-sində Azərbaycanda Bakıda yaşayan bacısına zəng olunub dövlət təhlükəsizlik xidməti əməkdaşları tərəfindən və tədrisxanada olduğu bildirilib. Bu ayın 12-si baş verib. Ayın 7-sindən 12-sinə kimi 5 günlük müddətdə ailəsinin, yaxınlarının hər hansı bir məlumatı olmayıb şəxsin harda olması ilə bağlı. Hazırda bildirilir ki, o Dövlət Təhlükəsizlik Xidmətinin tədrisxanasındadır və 2 maddə ilə 281.2 və 283.1 nömrəli maddələrlə ona qarşı cinayət işi qaldırılıb. Ailəsinin dediyi də, vəkilinin dediyi də ailə üzvlərinə bağlı bizim sizinlə paylaşdığımız məlumat onun şəxsən vəkilinin ailə üzvlərinə dediyi məlumatdır. Proses bu formada baş verib. Bəli, adam saxlanılıb, Kemal İsayev Türkiyədə Sabiha Gökçen'da İstanbul'da hava limanında. İndi biz bu proses barədə danışacağıq. Bu proses necə olub? Hələlik giriş məlumatı üçün bunları deyə bilərəm. Buyurun. Evet, Kemal Bey'in Rusya vatandaşı olduğunu belirtiyorsunuz. Ne zamandan beri Kemal Bey Rusya'da vatandaştır? Bizdə olan məlumata görə 1989-cu ildən Sovet vətəndaşı idi o və 89-cu ildən Rusiyaya köçüb, ondan sonra Sovetlər İttifaqı dağıldıqdan sonra Azərbaycan da o zamanlar dağıldıqdan sonra azadlığına ikinci dəfə öz azadlığını əldə etdi. Ondan sonra da seçim var idi həmin zamanlarda ki, hansı vətəndaşlar hansı ölkənin vətəndaşlığını istəsə qəbul edə bilərdi, həm Azərbaycan, həm Rusiya. Kemal İsayev öz seçimini Rusiyadan yana etdi və hazırki Rusiya Federasiyasının vətəndaşlığını qəbul etdi və bu günə kimi də Rusiya Federasiyasının vətəndaşıdır. Peki Kemal Bey'in kaç çocuğu var? Nerede kalıyorlar şimdi? Aile durumu ne durumda? Hazırda Rusiyanın Sankt-Peterburg şəhərində yaşayırlar. 2 övladı var. Biri az yaşlıdır, 14-15 yaşlarındadır. Orta məktəbdə təhsil alır. Bir də 27 yaşında hər 2 övladı qız övladıdır. 27 yaşında bir övladı var. Övladın yardıma ehtiyacı var. Birinci dərəcəli əlildir. Yəni baxıcıya ehtiyacı var. Ailənin dəstəyi, valideynlərin dəstəyi olmadan yaşaması çox çətin məsələdir. Bu səbəbdən əgər ailə ilə bağlı məlumat istəyirsinizsə, mən bunları deyə bilərəm sizə. Bunları sizinlə paylaşıram. Buyurun. Evet, şimdi Kemal Bey'in üzerinde niçin duruluyor? Özel uçakla Ankara'dan yargısız, infazsız hiçbir suçu yokken
Azerbaycan'a neden veriliyor? Azərbaycana, Türkiyədən Azərbaycana özəl uçaqla verilməsi ilə bağlı bizim əlimizdə hal-hazırda hər hansı bir data yoxdur, məlumat yoxdur. Faktiki olaraq ayın 7-sində ölkəyə qayıdarkən müalicə ilə bağlı Türkiyəyə getmişdi. Aydın məsələdir ki, Türkiyədə hazırki səhiyyə sistemi biraz daha yaxşıdır, həm də qiymətlər baxımından. Müalicə almaq üçün Türkiyəyə paytaxtı əsas şəhərlərindən biri İstanbula səfər etmişdi və burada məsələ nə yerdədir? Geri qayıtmaq istəyərkən Türkiyə polisi tərəfindən bizim əlimizdə olan məlumata görə hava alanında, aeroportda saxlanılıb. Ondan sonra yəqin ki, təhvil vermə prosesi başlanılıb. Hansı səbəblərdən? Kəmal İsayev uzun illərdir Talış Mühacir Hökumətinin 2019-cu ildə qurulmuş bu mühacir hökumətimiz var. Bizim həmin mühacir hökumətinin nazirlərindən biri idi və Azərbaycanda tək Talış problemi ilə bağlı yox, həm də ümumi sosial, iqtisadi, siyasi problemlərlə bağlı öz YouTube kanalından danışırdı, bilgiləndirirdi, milləti öz fikrini gedən siyasi proseslərə bildirirdi. Bu proseslərə, siyasi proseslərə fikir bildirməsi çox güman ki, Azərbaycanda bir çox kəsimləri narahat etmişdi. Bununla bağlı yəqin ki, çox böyük ehtimalla biz belə fikirləşirik ki, burada iki səbəb var. Bir, Talış hərəkatında ən əsas səbəb Talış hərəkatında Talışın haqlarını, hüquqlarını əldə etməyinə çalışmağı və öndərlərdən, liderlərindən biri olmağı, ideoloji insanlarından biri olmağı idi. Əsas səbəb. Digər tərəfdən də təbii ki, bir çoxu kimi Azərbaycandakı hazırki siyasi vəziyyəti təhlil etməyi və bu problemlər barədə ictimaiyyətə çatdırmaq olub. Əsas bu iki səbəb biz belə fikirləşirik ki, buna görə o gətirilib Azərbaycana. Evet, Kemal Bey ilk defa mı bu yurt dışından kaçırılıyor yoksa ondan önce benzer olaylar oldu mu? Talışın siyasi tarixində buna bənzər hadisələr daha əvvəllər olub. Məhz Kəmal İsayevin keysində bundan əvvəl xarici ölkəyə səfərləri ilə bağlı bizim əlimizdə detallı məlumat yoxdur. Bundan əvvəl başqa ölkələrə səfər edibmi və yaxud da Türkiyəyə səfərləri olub ya yox. Faktiki olaraq bu vəziyyətlə bağlı biz nəyi deyə bilərik? Türkiyəyə ilk səfəri idi, bunu deyə bilərik. Başqa ölkələrə biz bu barədə hər hansı bir material yoxdur əlimdə. Türkiyədə ilk səfəri idi və elə ilk səfərindəcə tutuldu və Azərbaycana göndərildi. Ancaq Talışların digər fəalları ilə bağlı biz danışsaq, misal olaraq bugün biz şəkildə də sizin göstərdiyiniz kimi Zahirəddin İbrahimov 2025-ci il 26 mart tarixində Rusiyanın Yekaterinburq şəhərindən eyni yolla Azərbaycana gətirildiyi artıq təsdiqlənib və kütləvi informasiya vasitələrində, sosial mediada bu barədə kifayət qədər məlumata rast gəlmək olar. Bundan əvvəl isə 2019-cu ildə Fəxrəddin Abbasovdan söhbət gedir. 14 fevralda da onun məhkəmə prosesi baş vermişdi. 2020-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində 16 il, 3 maddəyə görə 16 il həbs cəzasına məhkum olunmuşdu. Eyni vəziyyətdə bu artıq 3-cü Talış siyasi sferasında çalışan şəxsdir ki, Kəmal İsayev Azərbaycana gətirilir eyni yolla. İlk dəfə Fəxrəddin Abbasov, ikinci Zahirəddin İbrahimi, üçüncü Kəmal İsayev. Ancaq Zahirəddin İbrahimin keysində o birbaşa bu il Zahirəddin İbrahiminin keysi bu il baş verib, o da 2025-ci ildə baş verib və il tamam olmamış artıq ikinci Talış fəalı da Kəmal İsayev də Azərbaycana gətirildi eyni yolla. Bəli, biz bunu qınayırıq, ictimaiyyətə bildiririk, beynəlxalq təşkilatlarla bu barədə işbirliyimiz var, onlara bu məlumatları çatdırırıq ki, Talış fəallarının, aktivistlərinin, Talışın haqqını istəyən, qoruyan şəxslərin hansı formada qaçırılıb gətirilməsi artıq ölkənin bizim üçün təhlükəsiz yer yoxdur. Şəxsən mən də bunu açıqlayıram buradan ki, içimən daxil olmaqla bizim üçün artıq təhlükəsiz yer yoxdur. Çünki hər bir şəxs dünyanın hər bir yerindən artıq tutulub gətirilə bilər və cəzalandırıla bilər. Və məsələ təkcə cəzalandırılma deyəndə bu hüquqi müstəvidə cəzalandırılmadan söhbət getmir. Çünki bunun əvvəlki nümunələrdə biz görə bilərik ki, Fəxrəddin Abbasov, Novzəli Məmmədov da hüquqi müstəvidə öz cəzalarını almışdılar. Lakin daha sonra vəziyyət tamamilə dəyişdi. Müəmmalı şəkildə hər ikisinin zindanda ölümlərinə bir şahidlik etdik. Evet, şimdi burada bir hukuksuzluk var.
Yani uluslararası anlaşmalara göre Türkiye bu anlaşmaları hiçe sayarak Kemal Bey'i Azerbaycan'a veriyor kaçak yoldan. Şimdi bu konuda Türkiye bir suç işlemiş oluyor. Türkiye hakkında da bir uluslararası mahkemelere başvurunuz olacak mı? Hal-hazırda liderimiz cənab Boris Talaşınskinin rəhbərliyi altında bu barədə ümumiyyətlə hüquqi müstəvidə işlər görməyə biz planlayırıq. Ancaq bundan əlavə Kemal İsayevin ailəsi vasitəsilə bizim müraciətlərimiz olub. Türkiyədə yerləşən Rusiya səfirliyinə və onlardan cavab gözləyirik. Çünki ola bilsin ki, Türkiyə dövləti də Türkiyədə yerləşən Rusiya səfirliyinə bir məktubla müraciət ünvanlayıb. Belə bir hələ ki bizim əlimizdə məlumat yoxdur. Ancaq hər hansı bir şəxsi ölkədən başqa ölkənin vətəndaşını çıxartmaq üçün bir səbəb olmalıdır və bu səbəblər əsaslandırılmalıdır və bu sözlə yox, dokumentasyonla, yəni sənədlərlə əsaslandırılmalıdır. Bu baxımdan biz hələ gözləyirik, onun vəkilləri bu işlərlə məşğul olmalıdırlar. Hansı səbəblər, hansı sənədlər Türkiyə tərəfinə, Azərbaycan tərəfindən göndərilib ki, onlar da bu sənədlərə əsasən Kemal İsayevi Azərbaycan tərəfinə təhvil veriblər. Yəni bizim əlimizdə hal-hazırda hər hansı detallı məlumat olmadığına görə bu gün Türkiyə tərəfi onu qeyri-qanuni yolla verib tam bu şəkildə danışa bilmirik, deyə bilmirik. Ancaq görünən odur ki, Türkiyə tərəfi ictimaiyyətdə formalaşan fikri mən sizə çatdırıram və bizim də fikirlərimizi şəxsən sizə çatdırıram ki, Türkiyə tərəfi ikinci bir tərəfin Rusiya Federasiyası vətəndaşını üçüncü tərəfə Azərbaycan Respublikasına təhvil verib. Görünən budur. Ancaq bu məsələ sənədlərlə əsaslandırılıb ya yox, bunun üzərində çalışılır və ümid edirik ki, yaxın gələcəkdə bunun sübutlarını, hansı sübutlara, sənədlərə əsasən əsaslanaraq Azərbaycan Respublikasına təhvil verdiklərini Kemal İsayevi ictimaiyyətlə paylaşarlar. Yox, əgər paylaşmasalar, belə bir sənəd olmasa, bəli, o zaman biz sizin dediyiniz kimi düşünə və beynəlxalq təşkilatlara müraciət edə və bu barədə işlər apara bilərik. Hazırki vəziyyətdə biz yalnızca məlumat gözləyirik və Kemal İsayevin xanımı Ayda İsayevanın da həm Rusiya prezidentinə, həm Rusiyanın Xarici İşlər Naziri, Daxili İşlər Naziri, Ombudsmanı, Baş Prokuraturası və digər dövlətin idarə etmə sistemlərindəki ən yüksək rütbəli, vəzifəli insanlara müraciətlər olub. Bu müraciətlər həm yazılı formadadır, həm də şifahi formada video müraciət formasında olunub. Azərbaycanda yerləşən Rusiya səfirliyinə də biz müraciət ünvanlamışıq. Bu barədə məktubu ünvanlamışıq və məktubumuzun alınması ilə bağlı cavab gəlib. Biz artıq gözləyirik ki, növbəti mərhələdə Azərbaycanda yerləşən Rusiya Federasiyasının səfirliyi və onun əməkdaşları hansı hüquqi addımları atacaqlar, yollardan istifadə edəcəklər. Bunu biz gözləyirik hazırda. Ona görə bugün tam detallı, dəqiq məlumatı ictimaiyyətlə paylaşa bilmirik. Hələ ki vəziyyət budur. Peki uluslararası bu sığınmalar hakkında başka bir ülkenin vatandaşlarının can güvenliği kalmamış. Bunu gerek Türkiye gerek Rusya'da bu kanunları çiğniyor. Bu konuda ne yapılabilir? Yani eskiden bir şey vardı. Uluslararası kanunlar biraz geçerliydi. Şimdi Rusya kendi vatandaşlarına sahip çıkacak mı? Məhz Talışların keysində Talışlarla bağlı artıq bu ilk hal deyil. Birinci halda Fəxrəddin Abbasov, daha sonra Zahirəddin İbrahiminin, hətta Xarici İşlər Nazirliyinin nümayəndəsinin də bu barədə açıqlaması olmuşdu. Hal-hazırda isə Kemal İsayevlə bağlı biz görürük ki, Rusiya tərəfdən Talışlarla bağlı hər hansı bir müsbət cəhdlər hazırda yoxdur. Hətta ən böyük problemləri də elə o tərəfdən yaşayırıq. Ancaq buna baxmayaraq biz ümid edirik ki, Rusiya Federasiyası istənilən halda ümidən sonda ölür, öz vətəndaşı ilə bağlı gərəkən tədbirləri görəcək, həm ictimaiyyəti məlumatlandıracaq, həm də səfirliklər vasitəsilə və hüquqşünasları vasitəsilə öz vətəndaşının hüququnu qorumağa dair bir tutarlı addımlar atacaqdır. Ancaq xarici təşkilatlar siz bildirdiyiniz kimi ki, bu işlərlə məşğul olan hazırda Rusiya-Ukrayna müharibəsi, Ukrayna tərəfdə müharibədir, Rusiya tərəfindən xüsusi əməliyyatla bağlı
aydın məsələdir ki, bir çox beynəlxalq təşkilatlar sanksiyalarla üzbəüz qoyub Rusiya hökumətini, onların fəaliyyəti agentura şəbəkəsinin fəaliyyəti kimi dəyərləndirilir Rusiyada. Bu səbəbdən biz beynəlxalq təşkilatlar vasitəsilə Rusiya Federasiyasına hər hansı bir təzyiqlər etməyi hazırda bu mümkün deyil. Ümid edirik ki, Rusiya Federasiyasının özünün idarə etmə strukturları daxildəki strukturları tərəfindən biz bir uğura nail ola bilərik. Ancaq siz bildirirsinizsə ki, xarici təşkilatlardan bağlı, xeyr, bu mənada xarici təşkilatlarla bağlı bəlkə də gətirildiyi ölkə və göndərildiyi ölkə tərəfə biz hər hansı bir təzyiqlər, məktublar göndərə ünvanlaya bilərik, onların adını çəkə bilərik ki, edirik də. Rusiya ilə bağlı bu keçərli deyil. Dediyim kimi təşkilatlar orada hazırda fəaliyyət göstərmir, bir çoxu. Demək olar ki, mütləq əksəriyyət. Evet, bu da Kemal Bey'in hanımıdır. Bugün büyük acılar çekiyor. Çocukları birisi rahatsızdır. Çocuklarına bakamıyor. Bu konuda Rusya'ya bir başvurusu özel olarak yapıldı mı bu hanımı tarafından? Bəli, demək bir neçə gün öncə ayın 12-si ya 13-ündə səhv etmirəmsə, Ayda İsayeva, Kemal İsayevin həyat yoldaşı tərəfindən birbaşa video müraciət şəklində Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putinə müraciət ünvanlandı və ünvanlanan müraciətdə, video müraciətdə bildirirdi ki, ailə başçısının qeyri-qanuni şəkildə Rusiya vətəndaşının Azərbaycana aparılması və təcridxanada saxlanması, Azərbaycandakı ailə üzvlərinə bu barədə məlumat verilməsi, artıq 5 gündən çoxdur ki, ailə başçısının haqqında xəbər ala bilməməsi haqqında video çəkib. Hətta orada övladlarının da, təkrar edim, verilişin girəcəyində mən demişdim, 2 qız övladı var. Biri 14 yaşlarında, 14-15 yaşlarında, hal-hazırda məktəbdə, orta məktəbdə təhsil alır. Digəri isə 27 yaşındadır. Onun da birinci dərəcəli əlilliyi olduğuna görə bu uşaqlara baxmaq, tək bu uşaqların qayğısına qalmaq çətindir. Hansı ki, bu uşaqlar 24 saat öz ətrafında dəstək istəyir. Bu medikal tibbi dəstəkdən söhbət gedir. Belə olduğu halda Ayda İsayeva hazırda fiziki olaraq bir işlə məşğul ola bilmir. Bu isə ailənin keçimi üçün çox böyük çətinliklər yaradır. Bəli, müəyyən dəstəklər Talış cəmiyyəsi tərəfindən, Rusiyada yaşayan qardaş bacılarımız tərəfindən var. Ancaq bu dəstəklər bugün var. Reallığı qəbul eləmək lazımdır ki, sabah 1 ildən sonra, 5 ildən sonra bu dəstəklər hansı formada olacaq, davamlı xarakter daşıyacaq yoxsa yox, biz bunu deyə bilmərik. Biz əlimizdən gələni bugün edirik ailə üçün və cənab Boris Talışınskinin rəhbərliyi altında, yəni onun şəxsən danışıqlarımız əsasında bu dəstəklər daimi xarakterlidir. Məhz Boris Talışınski tərəfindən bu məsələ 10 ildə çəksə, 5 ildə çəksə fərq etməz. İstər hüquqi müstəvidə dəstək, istər maddi, istər media dəstəyi, bütün dəstəklərlə ailənin yanındadır. Necə ki, bundan əvvəl digər tutulan şəxslərin hər zaman yanında olub. Bu mənada ancaq istənilən halda bu Rusiya dövləti, biz belə düşünürük ki, federasiyası bu məsələyə bir əl atmalıdır, əncam çəkməlidir. Çünki ailə başçısının, Rusiya vətəndaşının başqa ölkədə təcridxanada oturması bu xələl gətirir imicinə. Rusiya Federasiyasının, onun siyasətinin, daxili xarici siyasətinin imicinə xələl gətirir. Çünki bu ölkənin pasportu dünyada tanınmış, ölkə özü dünyada tanınmış ölkələrdəndir. Bu mənada öz vətəndaşının hüquqlarını qorumağa borclu olduğunu düşünürük və ümid edirik ki, qoruyacaq da. Evet, şimdi bir de Lahey'de bir girişim olacak mı? Yani bu uluslararası insan kaçırma olayı, komplo olayın mahkemeleri Hollanda'nın Lahey şehrinde. Haga şehrinde. Evet. Bu konuda da bir takım avukatlara da ihtiyaç var. Burada bir manifest yapılabilir mi? Bunu yani dünya kamuoyuna duyurmak için pratikte de bu kardeşlerimize sahip çıkmamız lazım. Bu mənada ki, siz deyirsiniz, bəli, Hollandiyanın bu Haga şəhərində müraciət eləmək, belə bir müraciət ola bilər. Bu
gələcək planların içində var. Ancaq bu gün belə bir müraciəti həyata keçirmək üçün biz müraciət edəcək, müraciətin altyapısı necə olmalıdır? Yəni Rusiya vətəndaşının ikinci bir ölkə tərəfindən tutulub qeyri-qanuni şəkildə üçüncü ölkəyə deportasiyasından göndərilməsindən söhbət gedirsə, bizim əlimizdə bunu sübut edən sənədlər olmalıdır. Ola bilsin ki, biz günün sabah bir müraciəti edə bilərik, biz bu haqqı özümüzdə saxlayırıq. Kəmal İsayevin yoldaşı da bizə bu haqqı verib bu barədə və biz müraciət edə bilərik. Ancaq dediyim kimi, ola bilsin ki, müraciətdən sonra Türkiyə dövləti Azərbaycanın onlara ünvanladığı bir sənəd təqdim edə bilər ki, hansı ki, o sənəd əsasında göndərilib. Ona görə biz gözləmə mövqeyindəyik. Bu məsələyə Rusiyanın Türkiyədəki səfirliyini və Rusiyanın Azərbaycandakı səfirliklərini qoşmuşuq. Onlar və orada olan hüquqşünasları qoşmuşuq. İlk növbədə bizim əlimizə bir data gəlməlidir. Və biz o dataya baxaraq, incələyərək, datadan sonra bəli, əgər həqiqətən belə bir qaçılma halı varsa, bəli, bununla bağlı biz müraciət edə bilərik. Çünki bilirsiniz, Zahirəddin İbrahimovun keysində belə olmuşdu ki, İbrahimov kütləvi informasiya vasitələrində, media resurslarında qaçırıldığı bildirilirdi. Ondan sonra Mariya Zaxarova, Xarici İşlər Nazirliyinin mətbuatı sözçüsü çıxdı və bildirdi ki, Zahirəddin İbrahimov Rusiya vətəndaşlığından, yəni onun Rusiya vətəndaşlığı ləğv edilib. Belə bir fikir ortalığa qoyuldu. Eyni proseslə qarşı-qarşıya qalarsak əgər biz, eyni proses, Kəmal isə mən çox istəyirəm ki və ümid edirəm ki, belə olmayacaq. Ancaq belə olsa, demək ki, bizim Haqaya müraciətimiz, Niderlanddakı məhkəməyə müraciət etməyimiz bu artıq yersiz olacaq. Çünki dövlətin özü bildirir ki, vətəndaşlıqdan çıxarmışıq. Yox, əgər belə bir şey yoxdursa, ilk növbədə demək ki, Rusiya tərəfi bu işlə məşğul olmalı olacaq. Onun səfirlikləri, onun hüquq mühafizə orqanları, bu Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Baş Prokuratura, ölkə vətəndaşının oğurlanması ilə bağlı bu işdən əlini qolunu çırmalı, bu işlə məşğul olmalı olacaq. Yox, əgər Rusiya tərəfi də buna biganə yanaşarsa, bəli, bundan sonra artıq biz vətəndaşın qaçırılması faktı ilə bağlı olan, əlimizdə olan bütün materialları məhkəməyə, layihəyə verə bilərik, bəli. Belə bir müraciət planlaşdırılır. Ancaq bu gün üçün yox, bu gələcək üçün. Bunun üçün bizə biraz vaxt lazımdır. Çünki ümumiyyətlə Azərbaycanda hər hansı bir şəxsin bu günahlı olub olmadığı, bunu sübuta yetirilmək üçün bir vaxt var. Bu ilkin 4 ayla başlayır bizdə olan məlumata görə. Ondan sonra daha 4 ay uzadıla bilər və daha 4 ay uzadıla bilər. Bu formada baş verə bilər. Amma ilkin 4 ayda burada araşdırma gedir. Eyni ilə də biz də işin içindəyik, bu tərəfindəyik. Çünki bizim də hüquqşünaslarımız artıq həm dövlətin Kəmal İsayevə təqsirləndirilən şəxsə verdiyi bir vəkili var. Həm də biz özümüz də şəxsən bir vəkillə onun haqlarının müdafiə olunması üçün əlimizdən gələni edəcəyik. Detallı məlumat yəqin ki, bir, iki və yaxud da bir neçə aydan sonra əlimizdə olacaq. Ancaq bu barədə çalışırıq, bəli. Bir də Uluslararası İnsan Hakları Mahkəməsi şeydə var, Avrupa'da var. Bunun mərkəzi də Fransanın Strasbourg şehrində. Yəni burada bir insanın hakları gasp edilmiş. Bu Türkiye ve Azerbaycan bu konuda suç işliyorlar. Hiçbir gerekçe göstermeden Kemal Bey'i yapıyorlar, tutukluyorlar. Onun orada hayatı tehlikede midir? İşkence yapılıyor mu? Bu konuda size bilgiler geliyor mu? Təbii ki, aydın məsələdir ki, bizim əlimizdə bu gün üçün yalan deyə bilmərik. Bu gün üçün ona qarşı hər hansı bir zorakılıq aktı, işgəncələr olunub-olunmaması ilə bağlı hər hansı bir dəlilimiz yoxdur, sübutumuz yoxdur və dəlil sübut olmadan da qarşı tərəfi günahlandırmaq bu biraz siyasi bir savadlıq olardı. Ancaq biz təxmin edə bilərik, çünki bundan əvvəlki ümumiyyətlə qarşı tərəfin, oponentimizin talış fəallarına qarşı olan tutumundan dolayı biz bəli təxmin edə bilərik ki, belə bir şeylər ola bilər. Ona görə də biz ilkin növbədə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının məcburi ixtiyarsız yoxa çıxmalar üzrə işçi qrupuna müraciət eləmişik.
və buradan müsbət cavablar almışıq və materiallar göndərmişik. Avropa Şurasının işgəncələrinin qarşısının alınması komitəsinə müraciət eləmişik. Burada da cavablarımız var. Onları da materiallarla təmin etmişik və Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığına fərdi şikayətlər və müraciətlər bölməsindən də yazmışıq. Hər üç qurumdan da bu deməli prosesin nəzarətə götürülməsi ilə bağlı müsbət cavablar almışıq, geri dönüşümlər almışıq və lazım olan materialla kimliyi, pasportu, hansı ölkənin vətəndaşı olması ilə bağlı təmin etmişik. Bunlar bir yolda. Ancaq dediyim kimi faktiki olaraq istər Türkiyədə, istər Azərbaycanda bu gün üçün zorakılığa deməli məruz qalması, fiziki şiddətə məruz qalması ilə bağlı əlimizdə sübut hazırda yoxdur və beynəlxalq hüquq da sübutla işlədiyinə görə, yəni biz iddia edə bilərik. Bəli, biz öz iddialarımıza əsasən, biz yazılarımızı da bu formada yazmışıq, göndərmişik ki, biz iddia edirik ki, belə bir şey ola bilər və bunun valideynləri, yaxınları, Bakıda yaşayan qohum əqrabaları bu adamı hələ fiziki şəkildə görməyiblər və biz ehtimal edirik ki, belə bir şey ola bilər. Bu səbəbdən xahiş eləmişik ki, bu məsələyə biraz tez, cəld reaksiya versinlər və lazım olan beynəlxalq təşkilatlar öz fikirlərini bildirsinlər. Mümkünsə qarşı tərəfə bir təzyiqlər olsun. Təbii ki, aydın məsələdir ki, bu bir gün içində baş vermir. Ancaq dediyim kimi, bundan əvvəl Talış siyasi fəallarına qarşı hökumətin tutumundan dolayı, bəli, biz ehtimal edirik ki, belə bir fakt ola bilər. Bu faktın qarşısını almaq üçün də hazırda Azərbaycanda yerləşən Rusiya səfirliyi, onun əməkdaşları, hüquqşünasları öz vətəndaşlarının haqlarını qorumaq üçün əllərindən gələni etməlidirlər. Biz də öz vəkillərimizlə bu işə cəlb olunmuşuq. Ümid edirəm ki, çox yaxın zamanda bir fiziki təmas olar Cahid Kamal İsayevlə. Fiziki təmasdan sonra biz artıq bilə bilərik ki, həkim yoxlanışları, kağızları, bu adamda bir fiziki xəsarət var, yoxsa yoxdur. Bu gün üçün əlimizdə belə bir fakt yoxdur. Peki, bir de İkbal Abilov var. İkbal Abilov'un suçu neydi? Yurt dışında kalıyordu. Tatile gitti, köyüne gitmek istedi. Akrabalarını görmek istedi. Bu uzun zamandan beri İkbal Abilov cezaevindedir. Yani onda da bir bilgi verir misiniz onun şu andaki durumuyla ilgili? Bu bir dil bilimci hiçbir suça karışmamış, bir şeyler kullanamamış ama bu da içeridedir. İqbal Əbilovun məhkəmə prosesi ilə bağlı, demək, bu adam Talış Milli Akademiyasının xəbərlərinin baş redaktoru olub, Belarusiya Dövlət Universitetində müəllim kimi çalışıb və hazırda 18 il müddətinə 274, 281.3 və 283.1 vətənə xəyanət, xarici kəşfiyyat və onların nümayəndələri ilə bağlı ölkə əleyhinə çalışmaq və milli, irqi, sosial və dini zəmində nifaq salmaq kimi maddələrlə onu 18 il müddətinə azadlıqdan məhrum ediblər. Biz düşünürük ki, bu çox böyük haqsızlıqdır. İqbal Əbilov gənc adamdır, 34-35 yaşı var, 1989-cu il təvəllüddür. Əgər onun belə bir problemi olmuş olsaydı, axı məntiq dışı şeylərdir bunlar. Əgər belə bir problemlə qarşı-qarşı olsaydı, həqiqətən bu günahları işlətmiş olsaydı, bu adam heç Azərbaycana ayaq qoyardımı? Gələrdimi? Bu adam 6 yaşından Azərbaycandan çıxıb, dövlətin sirlərinin satılması ilə bağlı məhkəmələrdə onun ittiham olunması, sual olunur ki, adam hansı dövlət sirlərinə vaqe idi ki, hansı dövlət sirlərini bilirdi ki, bu dövlətə xəyanət edə bilərdi, dövlətə sata bilərdi. İqbal Əbilov 6 yaşından Azərbaycanı tərk edib, bəli, ola bilsin ki, yayda, qışda, xeyirdə, şərdə bizdə Azərbaycanda belə gəlib gedib, ancaq bu bir barmağın, iki əlin 10 barmağından artıq olmaz onun gəlib getməyi. Bütün fəaliyyəti onun xaricdə olub və bu fəaliyyət siyasi fəaliyyət olmayıb, bu fəaliyyət elmi fəaliyyət olub və təkcə Talış xalqının tarixi, mədəniyyəti ilə bağlı da olmayıb. Məsələn, məndə olan məlumata görə səhv eləmirəmsə Ankarada, elə Türkiyədə o türk dilindən nağılların tərcüməsi ilə də bağlı onun
Hətta orada bir medalı da var. Türkiyədə də onu təqdirə layiq görüblər onun bu işlərini. Bəli, bu adam sadəcə olaraq kənd-kənd gəzirdi, rayon-rayon, şəhər-şəhər gəzirdi və gəzdiyi yerlərdə Talış xalqının etnoqrafiya alim idi bu adam. Onun mədəniyyətini, dilini, adət-ənənəsini kitab şəklinə salırdı və beynəlxalq təşkilatlara göndərirdi, universitetlərə göndərirdi. Məlum oldu ki, adamı indi həbs ediblər və dünyada bir çox siyasi təşkilat, Amnesty International, Human Rights Watch, Freedom House, Avropa Parlamentindən, Birləşmiş Millətlər Təşkilatı insan hüquqları ilə bağlı olan insan hüquqları istiqamətində işləyən bir çox təşkilat onun haqqında yazıblar və internetdə kifayət qədər internet məkanında məlumat var adam haqqında. Biz baxırıq 34-35 yaşında cavan oğlan 18 il müddətə azadlıqdan məhrum edilməsi, özü də qapalı keçirilən məhkəmə proseslərində, onlayn keçirilən məhkəmə proseslərində xüsusi nümayəndələrin beynəlxalq təşkilatlardan deməli, baxanların iştirak izləyicilərin olmadığı məhkəmə proseslərində indi adamın valideynləri, anası belə məişət üslubunda danışsam, ahufəğan edirlər, baxırlar ki, 18 il bir cavanı, bir ömrü məhv eləmək deməli, həbsxanalarda bu nə deməkdir? Biz öz səsimizi mümkün mərtəbə çatdırırıq. Bizim Union of European Talış təşkilatımız var. Təşkilatımızın sədri cənab Talışınskidir, mən özüm də sədr müaviniyəm. Təşkilatımızın adından, hətta sonuncu dəfə Varşavada, Polşanın paytaxtında ATƏT-in insan hüquqları ölçüsü deməli tədbirində iştirak etdik ötən ayda və orada da məhz İqballa bağlı və Talış xalqının problemləri ilə bağlı digər beynəlxalq təşkilatlardan olan nümayəndələrlə görüşlər keçirdik. Mümkün mərtəbə problemlərlə bağlı aydın məsələdir ki, orada uzun-uzadı danışmaq olmaz nümayəndələrlə, ancaq istənilən halda bir məlumatlar verdik, broşurlar payladıq və məhz İqbalın кейsi ilə bağlı, çünki o zaman hələ Kamal İsayevlə bağlı bu problem, bu məsələlər gündəmə gəlməmişdi, ortaya çıxmamışdı. Biz orada iştirak etdik. Bax, bu iki şəxs, səhv etmirəmsə, Hollandiyada Human Rights Watch təşkilatının, siz bilirsiniz ki, necə ki, Strasburqda, Belçikada və digər yerdə nümayəndələri var. Bəli, bu mənim solumda olan Qazaxıstanlı məşhur hüquq müdafiəçisi və sağımda olan da Azərbaycanlı Emin Hüseynov, onu bir çox adam tanıyır. Bizim bir yerdə uzun söhbətlərimiz oldu. Bu proseslərlə bağlı gərəkli məlumatı verdiyi bu şəxslər isə, bunlar da həmçinin hüquq təşkilatları var Berlində, Almaniyada. Onlarla da danışdıq və insanlar baxırlar ki, yəni necə bir insanı 18 il müddətə qapalı bir şəraitdə saxlayasınız, həbsə məhkum edəsiniz. Bu xanımlar da elə bizim kimi milli azlıqların, səhv etmirəmsə Karakalpaqların nümayəndələrindən idi. Onunla da bir söhbətimiz oldu. Mənlə paralel digər bizim Talış cavan bir hüquqşünasımız da iştirak edib dedi bu söhbətdə. Biz ikimiz idik, sadəcə şəkildə mən burada təkəm. İştirak etdik. Mümkün mərtəbə çox insanı bu tədbirlərin gedişində aydın məsələdir ki, açılış, bağlanış tədbirləri ilə bağlı side eventlər olur. Side eventlərdə də hər adam orada müxtəlif otaqlar, müxtəlif səpkili tədbirlər var. Hər anda bunları bir yerə toplamaq olmur. Kimi harda tutduqsa, belə loru dildə desə, kimlə ünsiyyətimizi müsbət sonlandıra bildirsə, elə onlara bildirdik. Bütün bu problemlərlə bağlı danışmışıq. İqbalın кейsi təmiz başqa keysdir. İqbal Azərbaycan daxilinə, yəni ən sadə məntiqlə yanaşsaq, adamın Azərbaycanda hər hansı bir hüquqi zəmində problemi varsa, o Azərbaycana ayaq qoymazdı. Yəni bu başa düşülən deyil. Ancaq Kamal İsayevin prosesi isə təmiz fərqli prosesdir. Kamal İsayev məhz Talış məsələləri üzrə ilk növbədə Talış məsələləri üzrə o hal-hazırda Azərbaycanda Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasındadır. Həm də tək Talışlarla bağlıyıq, digər problemlərlə də bağlı danışdığı üçün. Çünki ölkədə Talışların problemi ilə bitmir problemlər. Digər böyük problemlər də var. İstər iqtisadi tərəfdən, istər sosial tərəfdən. Sayın Tural Bey, şimdi Talışlar özellik istiyor. Herhangi bir askeri olarak bir şeysi yok. Bir girişimi yok. Yani dünyada da siz de biliyorsunuz, bu sömürgeciler topraklarını işgal ettikten sonra normal yoldan hak vermiyorlar. Yani
toprakları işgal ediyorlar. Bu işgalleri sonucu da o halkın dilini, kültürünü, tarihini yok ediyorlar. Yani size bir özellik verilmez mi? Daha önce Talişlerin krallığı vardır. Uzun yıllar Talişler kendi topraklarından özgür yaşamış. 1993'te Talişler hükümet kuruyor topraklarından ama Azerbaycan hala diktatöryası Talişlerin haklarını gasp etmek için cezaevlerinde çok sayıda Taliş aydını var. Yurt dışından çok Taliş aydını var. Bunun sonucu nereye varacak? Yani nasıl olacak ki Talişler bu baskılardan kurtulsun? Talışların bu baskılardan qurtulması üçün mən o vaxt uşaq olardıq, təzə doğulmuşduq, 1-2 yaşımız var idi. Bu Talış hərəkatı başlayan ərəfələrdə 93-cü illərdə, ondan sonra demək biz Spiriç Əlişan Hümmətov ikinci dəfə azadlığa çıxdıqdan sonra bu məsələnin artıq ikinci fazası başladı. Daha sonra isə cənab Bayis Talışınskinin rəhbərliyi altında artıq yeni bir hədəflər var, yeni bir vaxta dövrə qədəm qoyduq. Demək, burada əsas məsələ bizim muxtariyyət istəyimiz, özünü idarə istəyimizdən əlavə digər bu faktiki olaraq insanlar Talışların içində o qədər böyük problemlər var ki, sosial zəmində, iqtisadi zəmində insanların o qədər böyük iqtisadi problemləri var ki, biz ölkə xaricindən baxanda, ümumiyyətlə məsələyə xaricdən baxanda yuxarıdan daha aydın bizə görünür. Həm rəhbərliyin tövsiyələri ilə, həm də biz özümüz də baxanda bu işsizliyin hansı ki təbiətin yerinin altının üstünün qızıl olduğu yerlərdə bu cavanların bu ərazilərdən gedib başqa yerlərdə məcburi olaraq yaşaması, iş tapa bilməməsi, öz güzaranını qura bilməməsi bu nəyə xidmət edir? Ərazinin boşaldılmasına, ondan sonra digərlərin orada gəlib dövlət idarələrində mühüm aparıcı vəzifələrdə Talış xalqının nümayəndələrinin çalışmasına imkan yaradılmamasına və radioların, məktəblərin, dilin, təhsilin, bu imkanların məhdudlaşdırılması hamısı nəyə xidmət edir? Aşağı-yuxarı biz başa düşürük və burada olan çıxış yolu, yəni bu nəticələrdir. Bu səbəblər isə biz belə başa düşürük ki, özünü idarənin olmamasıdır. Bugünkü gündə Talışların arasında indi biz rahat danışa bilirik ki, ancaq ölkə daxilində bizim kimi düşünən yüksək bir kəsim insanlar var ki, ölkə daxilində olduqlarına görə onlar rahat danışa bilmirlər. Bunun da müəyyən səbəbləri var. Kimisinin övladı təhsil alır, kimisi dövlət işində işləyir, kimisinin bir balaca bir biznesi var əlindən çıxmasın deyə. Ümumiyyətlə, bu vəziyyət bizə aydındır. Biz sıxışdırmırıq ki və demirik ki, hökmən bizimlə ən azından bizim dediklərimizi eşitsinlər, başa düşsünlər ki, biz nəyə görə mübarizə aparırıq. Burada şəxsi cibin mübarizəsi getmir. Burada bir xalqın, bir millətin mübarizəsindən gedir. Talış olaraq milli kimliyimizi, tariximizi, mədəniyyətimizi rəsmi şəkildə qorumalıyıq. Rəsmi. Bəli, biz xalq arasında küçədə, yolda, avtobusda, taksidə, marketdə öz ana dilimizdə danışa bilərik. Bilirik də. Bunu bizə heç kim qadağan etmir. Öz toylarımızda Talış dilində 2 mahnı da oxuya bilirik. Hətta oxuya bildiyimizin sübutu olaraq ölkənin ən irəlidə gedən, öndə gedən kanallarının studiyalarında, yəni ekranlarından da biz Talışca mahnılar da eşidirik. Ancaq bu ümumilikdə dilin qorunmasının sübutu deyil. Dil gündəlik ailə məişət üslubunda danışaraq qorulmur. Bunu universitetlərdə kafedralar olmalıdır. Bu kafedralar müəllimlər bu təhsil almalıdırlar və həmin müəllimlər gəlib məktəblərdə dərs deməlidirlər. Bax, dil bu formada qorunur və gələcək nəsillərə ötürülür və biz belə başa düşürük ki, dil və digər problemlərlə bağlı olan bütün haqlarımızı əlimizə almaqda bizə özünü idarə sistemi kömək edə bilər. Yalnız və yalnız bu formada biz bu haqlarımızı əldə edə bilərik və milli mənsubiyyətimizi, gələcəyimizi garanti altına ala bilərik. Bu olmasa, təsəvvür edirsiniz ki, 10-15 il sonra Talış dilində, ana dilimizdə danışanların
o mədəni tədbirləri bayramda keçirənlərin dövr dəyişir, insanlar dəyişir, bugünkü uşaqlar dəyişir. Böyüdükdən sonra onların heç bir şəhərdə yaşayanlar bu gün mütləq əksəriyyəti ana dilində danışa bilmirlər. Başa belə düşmürlər. Yəni Evet, dil unudulur. Bunu qorumağın bu gün üçün yeganə bizim ağlabatan real üsulu özünü idarədir. Bu gün üçün belədir. evet, bir de bu komploya karşı Talış halkının tepkisi nedir? Onu Xalqın öğrenmek. aydın məsələdir ki, xalqın təpkisi belə bir məsəl var, deyir o düşdüyü yeri yakar, yandırar. İndi Talış xalqının mən bayaq dediyim kimi indi də bir daha vurğulayıram ki, mütləq əksəriyyət Azərbaycanın ərazisinin daxilində yaşadığına görə biz onlardan gələn cavabları real cavablar kimi mütləq əksəriyyətini qəbul edə bilmirik. Çünki niyə görə? Azərbaycanda onsuz da yaşadıqlarına görə bir sıxıntı hökumət tərəfindən hər hansı bir təzyiqlə qarşılaşa bilərlər deyə ola bilsin ki, onlar heç bu məsələyə öz fikirlərini bildirmirlər, soyuq yanaşırlar. Ancaq bu o demək deyil ki, onlar istəmirlər və həqiqəti görmürlər. Sadəcə olaraq məcburiyyətdən dolayı görməzdən gəlirlər. Ona görə də biz Azərbaycan tərəfinə baxarsaq real dataları əldə edə bilmərik bu barədə. Real data bundan ibarətdir ki, Kemal Sahibin ailəsi, sevənləri, mühazir hökuməti və onun ətrafında olan siyasi liderlər, siyasi şəxslər həqiqətin nə olduğunu bilirlər və Azərbaycanda olan Talış kəsiminə arxalanmamaqla, çünki onları təhlükəli bir şeyə sövq etməməklə vəziyyətə salmamaq üçün biz özümüz öz çiyinlərimizə götürmüşük bu vəzifəni ki, ona hər hansı bir kömək edə bilək. Çünki aydın məsələdir ki, digərlərinin də dövlətlə hər hansı bir problem yaşamasını istəmirik. Bu mənada, bəli, onunla bağlı olan bütün bu кейsi biz özümüz həm xarici təşkilatlarla, istərsə də səfirliyin əməkdaşları ilə biz özümüz şəxsən aparacağıq. Xalq nə deyə bilər ki? Xalq bu barədə ancaq onu deyə bilər ki, maksimum yoldaşına yazarlar və yaxud da rəylərdə bildirə bilərlər ki, çox heyf. Yəni, kaş belə olmazdı. Kaş gətirməzdilər. Kaş Allah qapısını açsın. Kimi məişətdə istifadə olunan təbirlərdən istifadə edərək yalnız ürəşdirək verə bilərlər. Buyurun. Burada bir yanlışlık oldu. Alo? Buyurun, eşidirəm sizi Mahmud bəy. Evet, bir teknik olarak bir yanlışlık oldu. Problem deyil. Anladım. Nereden geldi buraya? Bu arada biz qardaş xalqlarıq, ona görə də burada da elə sənətdə də Zaza xalqının bibliografiyasından danışılırdı. Yəni yanlışlıq olduğunu da düşünmürəm. Aşağı yuxarı bir tərcümələrə baxsaydıq, mən özüm də anlayardım orada yazılanları. Onu sana sonra göndereceğim özelde. Evet, bu Talış halkı artık öyle bir noktaya gelmiş ki kenetlenmeli, var olan Talış sürgün hükümetini herkesin destek olması lazım. Olayları görüyorsun. Talış aydınları hiçbir şey yapmadan, hiçbir kanun dışı bir girişimde bulunmadan hükümet bunları tutukluyor, zindana atıyor. Bunların üzerinde baskı kuruyor. Bu baskılar ne ilktir ne de sondur. Bu konuda halkın duyarlı davranması lazım. Eğer böyle sessizlik olursa daha çok kayıp olur. Talişlerin de Zazalar gibi dilleri, kültürleri yok olacak. Onun için gerek Talişler gerek Zazalar birleşmelidir yani. Önerimiz buradandır. Yani görüyorsunuz Türkiye Azerbaycan'la birlikte Taliş'te İstanbul'da bir Talış kardeşimiz tutuyor. Özel bir uçakla Azerbaycan diktatöryasına veriyor. Diktatörler arasında işbirliği var. Ama buna karşı halkımız da kendi arasından bir işbirliğine girmelidir diye düşünüyorum. Buradan
həm də müraciət eləmək istəyirəm. Ümumiyyətlə bizi izləyən Talış xalqının nümayəndələrinə mən başa düşürəm ki, sizlərin bu mənada ki, tutulan şəxslərin hüquqlarını müdafiə eləmək üçün ölkə daxilində olduğunuz üçün bu sizin üçün çətindir. Biz bunu başa düşürük. Sizin bizə dəstək verə bilməməyinizi də başa düşürük. Bunu da anlayırıq. Ancaq heç olmasa belə bir deyim var, deyir, gölgə etmə başqa İslam istəməz. Dəstək ola bilmirsinizsə, köstək də olmayın. Dəstək göstərə bilmirsinizsə, bizi gözdən salmaq üçün bizim istəklərimiz bu beynəlxalq hüquqa, insan haqlarına əsaslanıb. Biz haqlardan danışırıq. Siz ola bilsin, bəziləriniz sizin üçün siyasət ümumiyyətlə maraqlı deyil. Bəziləriniz bilirsiniz, hər kəsin bu problemlər, bu dərslər hamının qapısını döyəndə, evindən içəri girəndə siz başa düşəcəksiniz bunları. Bu gün sizin qapınız döyülməyib, sizin balanız aparılmayıb, sizin ailə başçınız tutulmayıb deyə siz düşünə bilərsiniz ki, mənə nə? Ancaq bu o demək deyil ki, sabah sizin qapınız döyülməyəcək. Bu mənada çox xahiş edirik. Yəni elə Mahmud qardaşın da dediyi kimi xalq dəstək olmalıdır. Mümkündürsə dəstək olun, bəli. Sizdən artıq nə maddi, nə hər hansı bir resurs istənmir. Sizdən tələb olunan, istənilən, xahiş olunan dəstək hazırki vəziyyətdə sosial media, sosial platformada bir müsbət rəylər yazmaq, paylaşmaq ki, daha çox insana çata bilək. Bu hazırki dəstək budur. Yox, daha artığını elə bilərsinizsə, lap yaxşı, bizim sosial şəbəkələrdə ünvanlarımız bəllidir. Verilişlərə çıxa bilərsiniz, müsbət rəylər yaza bilərsiniz və yaxud da ailəsinə dəstək ola bilərsiniz. Bu Rusiyada yaşayan məxsusən talışlara mən müraciət edirəm ki, hazırki vəziyyətdə bu sivil ölkələr bağlandığına görə Rusiyada bizim pul köçürmələri, hər hansı bir formada maddi dəstək olmağımız ailəyə hazırki vəziyyətdə biraz çətinləşib. Düzdür, mümkündür, ancaq çox çətin prosedurlardır. Bu mənada orada yəni nəzərdə saxlayın. Bizim bir qardaşımız içəridədir. Sizə lap ailə məişət üslubunda danışıram sizlə. Bir qardaş kimi, bir balaca qardaşımız kimi mümkün mərtəbə ailəni nəzərdən kənar saxlamaq olmaz, dəstək olmaq lazımdır. Bu prosesin sonu hər nə olursa olsun, burada uşaqlar, ailə, qadınlar günahkar deyirlər. Bu mənada dəstəklərimizi əsirgəmin. Çok teşekkür ediyorum. Bu dayanışmayı hep birlikte sürdürmeliyiz. Ve dünyadaki ezilen halkların, tüm kesimlerin, demokratların Talış halkıyla dayanışmaya girmesi zorunludur. Eğer insanlık bunu gerektiriyor, bu görevi hepimiz yapmalıyız. Hep birlikte olursak sömürgeciler bunu yapamazlar. Bunun için devrimci demokratların bulunduğu ülkelerde her yere bu Türkiye'nin, Azerbaycan'ın, başka diktatör ülkelerin komplolarına karşı birlik içinde olmalarını diliyoruz, dayanışmayı bekliyoruz. Evet, bu verişimiz için size çok teşekkür ediyorum. Mən təşəkkür edirəm. Mən təşəkkür edirəm Mahmud bəy, sizə də, Zaza xalqına da öz haqlarını qazanmaları uğrunda, əldə etmələri uğrunda bu mübarizəmizdə müvəffəqiyyətlər arzu edirəm və zaman-zaman həm cənab Talışınskini, həm digər üzvlərimizi, Talışları öz verilişlərimizə qonaq dəvət etməyiniz, onların problemlərini sosial şəbəkələrdə işıqlandırmağınız üçün sizə çox böyük minnətdarlığımı bildirirəm. Biz sizdən razıyıq. Təşəkkür. Sağ olun, var olun. Görüşmek dileğiyle bir başka programda yine bu sorunlarımızı birlikte tartışarak bir noktaya varmalıyız. Gelecek yarınlarda diktatörler değil, ezilen halklar olacak. Hiçbir diktatör sonsuza kadar varlığını sürdüremez. Dünyadaki tüm diktatörler bir bir yıkılmıştır. Gerek Azerbaycan diktatörü, gerek ülkemizdeki Tayyip diktatörü de diğer diktatörler gibi yıkılmalıdır. Hepinize saygılar sunuyorum. Görüşmek dileğiyle. Sağ olun efendim, sağ olun. Sağ olun, var olun.